Canım qonşumuz olan İranda etirazlar hər ötən gün alovlanır. Etiraz aksiyaları artıq ölkə miqyasında üsyan xarakteri almağa başlayıb. Yayılan məlumatlarda onlarla insanın həlak olduğu, yüzlərlə insanın isə saxlanıldığı bildirilir. Bəzi iddialara görə İran prezidenti Məsud Pezeşkan istefa verə bilər. Ölkənin ali rəhbəri Xameneinin isə Rusiyaya qaça biləcəyi ilə bağlı ehtimallar səsləndirilir. Bəs İranda baş verən bu etiraz aksiyaları çevrilişə çevrilə bilərmi? Orada yaşayan güneyli soydaşlarımızın vəziyyəti necə ola bilər? İranda da gözlənilən idi. Hardasa orada belə çıxır ki, İran rəhbərliyi xalqın pulunu boş yerə o yaxın şərqdə xərcləyib Suriyada, nə bilim, Yəməndə, Liviyada, Hizbullah təşkilatına xalq artıq boğaza yığışıb. Hamı baxır, özdə İranın çoxu xaricdədir, hamısının əlaqəsi var, öyrənirlər. Mən elə gəlir növbəti etapda Amerikada o Xumeynini tapıb öldürəcəklər, İsraildə. Çünki bilirlər ki, neçə ki Xumeyni sağdır, onlar orada İranda istədiklərinə nail ola bilməyəcəklər. Amma bu prezident mənə elə gəlir ki, bu xalqın adamıdır. Bu istənilən vaxtda gördün deyir xalqın üstünə getmək olmaz, günah özümüzdədir. Yəni o ağıllı adamdır. Bir var hakimiyyətin çevrilişi, bir də var cüzi daxildə hansı proseslərə dəyişiklik. Təbii mən düşünmürəm. Orada son yaxın dövrdə ciddi dəyişiklik olacağını düşünmürəm. Qətiyyən düşünmürəm. Çünki ola bilər orada dini belə deyək də icmanın üstünlüyü var. Dini proseslərdə müəyyən yumşalmalar ola bilər. Amma ümumiyyət hakimiyyət çevrilişini ağlıma belə gətirmirəm. Orada dərin proseslər gedir. Tək daxili proseslər deyil, həm də xarici proseslərlə əlaqədardır. Ona görə də dünyada gözlənilməz hadisələr baş verir. Özünüz görürsünüz son hadisələri. İranda da mütəmadi belə şeylər olur. Əgər daxili rəhbərlik bu məsələləri dərindən araşdırıb, o problemləri həll edə bilsələr, bu problemlərdən qaçmaq olacaq. Amma xalqın vəziyyəti pisləşəndə onun qarşısında durmaq çətindir. Ona görə də bu proseslərin nə məcrada gedəcəyi birazdan sonra aydın olacaq. Yəni, hər bir halda radikal dəyişikliklər baş verə bilər. İran mövzusu bizdən ötürü həmişə həssas mövzu olub. Çünki biz nəinki eyni sərhədlər, eyni coğrafi mövqeyi və eyni zamanda da eyni tarixi keçmişi, dili, dini, adət-ənənələri bölüşürük. Təbii ki, İran demək rejimi dünyada gedən proseslərlə ayaqlaşa bilmir. Və bu çox vacibdir, ayaqlaşmaq lazımdır, müəyyən demokratik çalarların gətirilməsi lazımdır. Amma görünür ki, orada da düşünürlər ki, bu adını demokratiya qoyduqları bu deməli məsələlərdən bu ölkəni parçalamaq üçün istifadə edə bilərlər. Həmin oradakı o sistemi çökdürmək üçün istifadə edə bilərlər. Bildiyiniz kimi Amerika Birləşmiş Ştatları, İsrail dəfələrlə İran İslam Respublikasında daxili müxalifəti fəallaşdıraraq bu yolla öz səhlərinə, öz planlarına çatmaq istədi. Amma bu mümkün olmadı. İndi də bu baş verənlər həmin o prosesin, həmin o arzuların, istəklərin müəyyən bir hissəsi kimi mən qiymətləndirirəm. Pezeşkan deyə bilmərəm, onu xalq seçibdir. Xalq tərəfindən seçilməyən prezidentlər, şeylər hamısı, o əsas o Xameneinin dadıdır ki, Xameni geçsin, o saqqallılar geçsin. Orada Allah qoysa o gedəndən sonra orada Güney Azərbaycan da dirçələcək, onlar da hazırlaşırlar, istəyirlər və biz də onu dəstəkləyirik. Dəyişiklik olsun. İnqilab olsa orada çox dağıntı olacaq. Ola bilər ki, oradan bizə də hələ gələrlər. Axın gələ bilər, o da bizə heç yaxşı olmaz. Əslində bu çevriliş realdır, artıq bu gün olmalıdır. Şəxsən mənim arzum da odur ki, Vahid Azərbaycan yaransın. Və yolumuz İrəvana, sonra da Təbrizədir. İnsanlar azad yaşamaq istəyir. Nə qədər çadırada yaşamaq olar? Bizim qardaşlardır, mənim özümün qohumlarım orada İranda yaşayır. Niyə? Cənab Prezident də Təbrizdə çox gözəl qeyd elədi ki, bizim arxamızda böyük Azərbaycan dayanır. Və inşallah bu da olacaq realdır. Biz o günü görəcəyik, çox yaxında görəcəyik inşallah.